06.05.2025-ci il Səbail rayonu üzrə 12 paketi bugün şəxsən mən özüm çatdıracağam. Çox şanslı adamlardılar. İlk bağlama bakalavr üzrə məzun olduğum İqtisad Universitetinə çatacaq. İkinci bağlamanı elə maşın gedə-gedə verdik, məcbur. Elə xanım müştəri yolun qırağındaydı, elə təsadüfən. Üçüncü bağlamamız Targovdur. Cəmi 15 dəqiqə vaxtım getdi 3 paketə. Şəhərin mərkəzini paylamaq çətindir. Sadəcə olaraq bunun tempini tutmaq lazımdır. Düşünürəm ki, günün birinci yarısı şəhəri paylansa, çox rahat parkinqlər tapmaq olar. Dördüncü bağlama Bayıl qəsəbəsində 91 saylı məktəbdir. Beşinci bağlamanı təqdim elədim, o da Bayıl qəsəbəsində idi. Bayıl qəsəbəsində bağlamalarım çoxdur. Dördüncü bağlamanın arasında 2 dəqiqə falan belə məsafə var idi. Növbəti bağlama 6-cı bağlama. 6-cı bağlamanı təqdim edirik. 5-ci bağlamadan 2 dəqiqə sonra təqdim olunur. Burada önəmli olan ərazini tanımaqdır və daxil olan məlumata əsasən hərəkət planını qurmaqdır. Yəni bunu elə bildinsə, bacarmamaq şansın yoxdur. 6-cı bağlamanın müştərisi bizi çox ləngitdi. Bir 20 dəqiqə gözlədik onu. Yalan olmasın, bir 15 dəfə zəng elədik. Əslində o qədər gözləməli deyilik. Sadəcə olaraq bir də bağlamanı geri qaytarmayaq deyə məcbur gözlədim onu. Amma bunu nəzərə alsın müştərilər ki, elə bir gözləmə xidmətimiz yoxdur. Hal-hazırda 7-ci bağlamanı təqdim edəcəm. Yenə Bayıl ərazisindəyim. 7-ci bağlamanı təqdim elədim. Müştəri 5-ci mərtəbədə qalırdı. Biləşənlə qalxıb sübdən nəfəs olduğumuzun zamanıdır. Maşından istifadə edilmə görə. Adasa belə yaxşı olur. Arada çıxıb, gəzib, düzdür, gəzməkdən ayaqlarım da ağrıyır. Amma olsun, maraqlıdır. 7-ci müştəri 2 manat bəxşiş verdi. Yerdə qaldı 5 bağlama. Əlavə 4 dəqiqə vaxt sərf eləyərək 8-ci bağlamanı təhvil verir. 9-cu bağlamanı təhvil vermək üçün əlavə 6 dəqiqə vaxtımız getdi. Gedirik 10-cu bağlamaya. 6 dəqiqə vaxt sərf eləyib 10-cu bağlamanı təqdim edədik. Hal-hazırda 11-ci bağlamaya doğru gedirik. 10 dəqiqə vaxt göstərir. Yəni üzü Patamdarta doğru gedirik. Cəmi 2 bağlamamız qalıb, ikisi də Patamdartdır. 10 dəqiqədən sonra inşallah 12-ci bağlamaya yola düşəcək. 11-ci bağlamanı təqdim edəndən sonra 5 dəqiqə vaxt sərf edib 12-ci bağlamanın ünvanına çatdıq. Bunun adı işi yekunlaşdırırıq. Hardasa 2 saat 20 dəqiqə vaxt getdi 12 bağlamaya. Yəni Səbail